hər nə qədər çoxları sevməsə də, tənqid eləsə də, kapitalizm uğurludur və daha yaxşısı gələnə qədər ən yaxşıdır. Yəni ən azından iqtisadi mənada biz bunu deyə bilərik. Çünki o müxtəlifliyi, mən həmişə deyirəm ki, bu bəzən deyirlər ki, məsələn, filan ölkədə belədir, ya bizdə elədir. Deyirəm ki, bu kapitalizmin problemi deyil. Adam Smith'in, David Ricardo'nun problemi deyil. Yəni o sənə deməyib ki, sən məsələn, indi bu düzü nisbi yanaşmadan, amma hər halda da tutaq ki, mən sənin pulunu oğurlamışam və yaxud da səni hardasa aldatmışam, hansısa bir mübadilə prosesində. O kapitalizm mənə deməyib ki, şərəfsizlik elə, əxlaqsızlıq etdi, yalan danış. Kapitalizm mənə deyir ki, azad bazar iqtisadiyyatı, özəl mülkiyyət, sərbəst rəqabət. Yəni Akşin Yenisey bu fincanı sata bilər. Cavanşir də bu fincanı sata bilər. Buyurun, rəqabət, bu meydan, bu da şeytan. Kapitalizm bunu deyir. Kapitalizm demir ki, Cavanşir Akşinin deyək ki, malına göz diksin və yaxud da onu hansısa bir mübadilə prosesində aldatsın. Yəni insanlar öz o əxlaqi baxımdan degradasiyasını da kapitalizmə yükləyərək bir növ özlərində təsəlli tapmağa çalışırlar.